Bismillahirrahmanirrahim. Sual edirlər ki, insan nə üçün özünü sevir? Və yaxud da ki, insan nə üçün özünü sevməlidir? Və ya belə suallar da eşidirik. Ümumiyyətlə, insan özünü sevməlidirmi? Bu suala müəyyən qədər misallar çəkməklə izah vermək lazımdır ki, hər bir kəsə başa düşümlü olsun. Hər bir kəs, bu sualı verən kəs aldığı cavabla ona tam şəkildə bəlli olsun ki, nə üçün insan özünü sevir və insan özünü sevməlidir. Alimlərimiz buyururlar ki, o şeydən sual olunmaz. Onun zatındandır. Sevgi də insanın zatındandır. Sevgi insanın zatındadır. Sevgi insanın üfrətindədir. Əgər sual olunsa ki, ey insan, sən niyə, nə üçün insansan? Bu gülməli çıxacaq. Ona görə ki, insan elə insanın zatındandır. Sevgi də insanın zatındandır. İnsanın zatından olduğu üçün də İnsan sevməlidir və alimlərimizin də bizlərə buyurduğu bundan ibarətdir ki, o şeydən sual olunmur ki, onun zatındandır. Sual olunmur. İndi daha başa düşümlü olsun deyibən, daha aydın olsun deyibən, buna bir neçə misallar çəkək. Məsələn, giydiyimiz paltar. Əgər bunda yaşlıq, nəmlik görürüksə, sual edirik. Nə üçün? Çünki o yaşlıq, nəmlik axı bunun zatından deyil, bu şeyin zatından deyil. Ona görə biz sual edirik, nə üçün və düz edirik. Yaşadığımız ev, orada nəmlik görəndə, yaşlıq görəndə, ibadət etmək üçün getdiyimiz ibadətxanalar, məscidlər, əgər orada, o məscidlərdə, o ibadətxanalarda biz nəmlik, yaşlıq görürüksə, onda sual edirik. Nə üçün? Çünki o nəmlik, o yaşlı onun zatından deyil axı. Ona görə də biz sual edirik, nə üçün və düz edirik. Amma bizlər suya deyə bilmərik, sən nə üçün yaşsan, nəmsən. Əgər biz suya sual etsək ki, sən nə üçün yaşsan, sən nə üçün nəmsən, onda o su qayıdıb bizə deyəcək ki, ey insan, bu yaşlıq, bu nəmlik mənim zatımdandır. Ona görə də biz suya sual etmirik, sən nə üçün yaşsan, nə üçün nəmsən. Amma paltarımız nəm olanda, yaş olanda, evimiz, məsciddə yaş, nəm görəndə, ibadətxanalarda yaşlıq görəndə, nəmlik görəndə sual edirik, nə üçün? Çünki orada o yaşlıq, o nəmlik onun zatından olmadığı üçün. Belə də insan ona görə özünü sevir və sevməlidir ki, çünki sevgi insanın zatındandır. Digər bir misal göstərək. Deyək ki, hər hansı bir yemək yeyəndə və yaxud da ki, su içəndə, əgər biz o yeməkdə, o suda şorluq hiss ediriksə, dərhal sual edirik. Nə üçün? Çünki o yeməyin, o suyun zatından deyil axı o şorluq. Deməli, burada nə olub? Duz məsələsi var. O şorluğu o suya, o yeməyə verən duzdur. Amma biz duzun özünə sual etmirik. Sən nə üçün şorsan? Əgər bu sualı duza versək, duz bizə güləcək. Söyləyəcək ki, axı mənim bu şorluq zatımdandır. Ona görə də biz bu sualı duza vermirik. Elə də biz insana da sual etməli deyilik. Ey insan, sən nə üçün insansan? Və yaxud da ki, ey insan, sən nə üçün sevirsən? Çünki insan, insanın zatındandır. Sevgi insanın zatındandır. O şeydən də sual olunmur ki, əgər o onun zatındandır. Allah Teala biz insanları özünün şah əsəri yaradıb və biz insanları yaradanda elə yaradıb ki, o sevgi bizim zatımızdan olub, bizim zatımızdandır. Allah Teala nə üçün o sevgini bizim zatımızdan qərar verib? Ona görə ki, biz əgər sevməsək, onda Allah Taala'nın bəyəndiyi nə varsa, ona qarşı bizim sevgimiz də ola bilməz. Və yaxud başqa şəkildə desək, Allah Taala'nın bəyənmədiyi nələr varsa, biz
Allah Taala'nın o bəyənmədiyi şeyləri özümüzü sevməsək, sevə bilməsək, onda o şeyləri özümüzdən uzaqlaşdıra bilmərik, kənar edə bilmərik, onlardan qaça bilmərik, canımızı qutara bilmərik. Onda biz məhv olarıq. Mənə elə gəlir ki, bu verilən cavab hər bir kəsi qane edən bir cavab olacaq inşallah Allahın izni ilə. Allah Taala bizim o zatımızdan olan sevgini əlimizdən almasın. Sevək ki, Allahın bəyəndiklərini qoruya bilək. Allahın bəyəndiklərini götürə bilək və sevək ki, Allahın bəyənmədiyi şeylərdən uzaq ola bilək, kənar ola bilək. Özümüzü Allahın bəyənmədiyi şeylərdən kənar saxlaya bilək. Məhv olmayaq, yaşayaq və sevək. Allaha hamd edirəm öz izzəti cəlalına. Hər birimizə uzun, xeyirli, bərəkətli ömür nəsib eləsin və zatımızdan olan o sevginidən bizləri məhrum etməsin inşallah. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.